Hekayət Müsyo Jordan, Həkim Nəbatət və Dərviş Məsləhət Cadükün əsəri Cadükünün məşhur əsərinin təhlili. Əsər 1850-ci ildə nəsrlə yazılan əsərdir. Əsərimizin növü dramatik növdə və komediya janrındadır. Əsər 4 məclisdən ibarətdir. Müəllifin maarifçi ideyalarını əks etdirən bir əsərdir. Ümumiyyətlə bu əsərdə maarifçilik ideyaları əks olunub və əsər müəllifin digər pyesləri kimi bir sıra səciyyəvi xüsusiyyətlərə malik olan əsərdir. İdeyası nədir deyə soruşsaq, desək, əsər avamlığın və cadugərliyin tənqidinə həsr olunan əsərdir. Yəni belə ki, konfliktin bir tərəfində yazıçının maarifçi idealı, digər tərəfində isə gerilik, avamlığın tərəfdarları dayanır. Yəni konflikt məhz iki qüvvə və onların təmsil etdiyi köhnəliklə yenilik arasında baş verir. Köhnəliyi təmsil edən Dərviş Məstəli Şah idi. Yeniliyi təmsil edən isə Şahbaz bəy idi. Hekayəti, daha doğrusu Müsyo Jordanın özü idi. Komediyanın kompozisiyası və sujeti sənətkarlıqla düşünülüb. Ümumiyyətlə əsərin mən fabulasını qısa olaraq deyim. Əsərin fabulası, yəni əhvalat belə baş verir ki, Hatəmxan ağanın qardaşı oğlu olan Şahbaz bəy böyük qızının nişanlısı, yəni nişanlı olan Şahbaz bəydir. Qərb adətləri ilə tanış olmaq istəyir. Eyni zamanda fransız dilini öyrənmək üçün Müsyo Jordana qoşulub Parisə getmək istəyir. Bu da Şahbaz bəyin nişanlısı olan Şərəfnisəni möhkəm narahat eləyirdi. Ümumiyyətlə Hatəmxan ağa kim idi? Hatəmxan ağa Təklə Muğanlı obasının bəyi idi, ağası idi, mülkədarı idi, 60 yaşındaydı. Şahbaz bəy onun qardaşı oğluydu. Eyni zamanda böyük qızı Şərəfnisə xanımın da nişanlısı idi. Onun Şahbaz bəyin Parisə getmək niyyəti, istəməsi Şərəfnisənin xoşuna gəlmir, onu narahat eləyir. Və Şahbaz bəyin qaynanası Şəhrabanu xanım, yəni Hatəmxan ağanın həyat yoldaşı, qızı Şərəfnisə xanımın həyəcanlarına, ağlamaqlarına son qoymaqda əri Hatəmxan ağadan kömək istəyir. Amma kömək olmayacağını görür. Nəyə görə kömək olmayacağını görür? Hatəmxan ağa mənfi bir obraz deyildi. O əvvəlcə Şahbazın Parisə getməsinə qarşı çıxsa da, daha sonra razılıq verir. Görür ki, Şahbazın bu yenilik, dil öyrənmək, qərb adətlərinə tanış olmaq, ümumiyyətlə də onun istəklərinin qabağında dayana bilməyəcəyini görür və deyir ki, eyb yox, gedər, bir il nədir ki, gözümüzü yumarıq, açarıq, keçər. Ona görə razılıq verir və Şəhrabanu xanım buna çox qəzəblənir, acıqlanır. Deyir ki, nə olur olsun, mən imkan verməyəcəm ki, Şahbaz bəy getsin. Buna görə də Xanpərinin vasitəçiliyi ilə Cadugar Məstəli Şaha müraciət edir. Xanpəri kimdir deyə soruşsaz, Şərəfnisənin dayəsi idi Xanpəri və Məstəli Şahı, yəni cadugarı o tapır, gətirir. Cadugar onları Parisi dağıdıb Şahbaz bəyi yoldan saxlayacağına inandırır və cadu oyunu başlayır. Elə əsl qəribəlik də məhz burada baş verir. Niyə? Çünki Müsyo Jordan həyəcan təşviş içərisində gecə vaxtı gəlir, qapını döyür və Parisin dağıldığını, təcili Araz çayının o bir tane keçməli olduğunu deyir və sən demə, biraz əvvəl də Parisdə həqiqətən də inqilab baş verib və Fransa kralı Londona qaçmağa məcbur olub. Nəticədə Müsyo Jordan kralın və təbii ki öz canının hayına qalır, təcili Londona tələsməli olur. Təbii ki artıq Şahbaz bəy Parisə apara bilmir və zahirən elə görünür ki, məhz Məstəli Şahın hesabına Şəhrabanu xanım, ümumiyyətlə qadınlar güya istəyinə nail olub, amma təbii ki əsl həqiqət göründüyü kimi deyildi, tam başqaydı. Burada Parisdə inqilab baş verdiyi üçün Parisdə qarışıqlıq düşmüşdü. Bunun cadu ilə heç bir əlaqəsi yox idi. Bu bizim əsərimizin qısa məzmunudur, amma təbii ki hər dəfə qeyd etdiyim kimi sırf bu təhlil yetərli deyil. Əsəri kitabdan özünüz mütləq şəkildə qeyd çıxararaq oxumalısınız. Gələk əsərin kompozisiyasına, ümumiyyətlə sujetinə. Bu əsərin sujeti sənətkarlıqla düşünülmüşdür. Bədii müqəddimə deyəndə nəzərdə tuturuq giriş hissəni. Giriş belə başlayır ki, Şahbaz bəyin Parisə getmək istəməsi xəbərini eşidən qadınların təlaşa düşmələri, Şahbaza mane olmaq üçün yollar aramaları, bu hadisələr gələcəkdə baş verən hadisələr barədə müəyyən təsəvvür yaradır. Bu hissi olduğu bizim əsərimizin müqəddimə hissəsi, yəni girişi. Şahbaz bəyin Parisə getmək qərarına Şəhrabanu xanımın mən ondan da höcətəm, qoymaram getsin, bunu həyat yoldaşı Hatəmxan ağaya deyirdi. Bu sözlərlə başlanan düyün obrazların səciyyəsinin açılmasına kömək edir. Bu hissə düyün idi. Yəni Şahbazın Parisə getmək xəbərini eşidən qadınların təlaşa düşmələri, ona mane olmaq istəmələri bədii müqəddimədir. Şəhrabanu xanımın ona mane olmaq istəməsi olur əsərimizin Zavyaska hissəsi, yəni düyünü. Hadisələrin sonraki inkişafında gərginlik bir an olsa səngimir. Dərvişin Parisi alt-üst eləmək üçün hazırlıq gördüyü səhnədə hadisələr kulminasiya nöqtəsinə çatır. Dərviş Məstəli Şahın Parisi dağıtması ilə Müsyo Jordanın Fransadakı inqilab xəbərini çatdırması eyni vaxtda düşür və gərginlik artıq azalır. Yəni bu hissə Razvyaskada düyün açılır. Köhnəlik zahirən qələbə çalır. Bu təbii ki aldadıcı qələbə idi. Əslində isə burada geriliyin avamlığın ifşasından söhbət gedir.
Əsərin dili komediya janrının tələblərinə uyğundur. Nəyə görə? Çünki tiplərin hər biri öz xarakterinə, öz dünya görüşünə uyğun danışdırılırdı. Dərviş Məstəli Şah insanları öz hünərinə inandırmaq üçün sözləri məharətlə seçir, bəzən də alimliyini sübut eləmək üçün başqa dilə də müraciət eləyirdi. Gələk Şahbaz bəy obrazına. Şahbaz bəy obrazı kim idi? Şahbaz bəy həyatda yenicə baş qaldıran ağıllı bir gəncdir. Nəyə görə biz onu ağıllı bir gənc adlandırırıq? Onun simasında yeni həyat tərzi barədə düşünən və qərb mədəniyyəti ilə tanış olmaq istəyən, fransız dilini öyrənmək istəyən gənclərin ümumi xüsusiyyətləri ümumiləşdirilib. Şahbaz bəy Hatəmxan ağanın qardaşı oğludur. Hatəmxan ağa həmişə onun təhsilinin qayğısına qalıb. Şahbaz bəy təhsilli bir obraz idi. Lakin aldığı təhsil ad-san qazanmaq üçün ona kifayət eləmirdi. Ona görə də Monsieur Jordandan Parisə gedib fransız dilini öyrənmək, eyni zamanda qərb mədəniyyətini daha yaxşı, daha yaxından tanımaq istəyirdi. Şahbaz bəyin Parisə getmək niyyətinin iki səbəbi var idi. Birinci səbəbi o idi ki, o öz yaşadığı yeri Qamışlıq adlandırırdı. Deyirdi ki, mənim tacüdlarım tamam mərifət sahibi olublar, qulluq ediblər, hörmət izzətləri var. Hörmət izzətlərinə görə xoşbəxt olublar. Amma bunu nişanlısı ilə danışanda deyirdi ki, mən qalmışam elə bu Qamışlıqda acsız, sansız. Bu onun birinci səbəbi idi. Özünü Qamışlıqda süst və geridə qalmış bir mühitdə belə deyək də hiss eləyirdi. Ona görə də artıq buradan uzaqlaşmaq istəyirdi. İkinci səbəb isə Tiflisdə canişinlikdə işə düzəlmək istəyirdi. Çünki deyirdi ki, adamın gərək hər yerdə adamı ola. Deyirdi ki, baxmayaraq ki, mən 3 dil bilirəm, amma buna baxmayaraq yenə də bir mərifət sahibi, bir iş sahibi ola bilməmişəm. O bu barədə nişanlısı Şərəfnisəyə deyirdi ki, mənim taytuşlarım tamam mərifət sahibi olublar, qulluq eləyib, hörmət, izzət tapıb, xoşbəxt olublar. Bu hissəni birə qədər öncə qeyd elədim. Mən sizə deyir, qalmışam burada, bu qamışlıqda acsız, sansız. Əlbəttə, təbii ki, Şahbaz bəyin qərb mədəniyyətindən tanış olmaqda, fransız dilini öyrənməkdə əsas məqsədi yeni dünya görüşü ilə seçilmək, Tiflisdə canişin yanında qulluğa girmək idi. Yüksəlmək, yeni vəzifə tutmaq, adsan sahibi olmaq, müasirləri olan digər gənclər kimi Şahbazın da arzusudur və təbii ki, bu bir real, təbii arzuydu. Lakin Parisdə baş vermiş inqilab Şahbaz bəyin arzusunu gözündə qoyur, Şahbaz Parisə gedə bilmir. Şahbaz bəy Azərbaycan dramaturgiyası tarixində avamlar mühitinə qarşı çıxan və qabaqcıl dünya mədəniyyəti ilə maraqlanan gəncləri təmsil edən ilk obrazı idi. Onun amma Parisə getmək istəməsinə nişanlısı Şərəfnisə qarşı çıxırdı. Bir növ Şərəfnisəyə nisbətən nəyə görə? Təbii ki, haqq vermək olmaz, amma o Şərəfnisəyə başı açıq qızların şəklini göstərmişdi və Şərəfnisə onu qısqanmışdı. Ona görə onun getməsini ümumiyyətlə istəmirdi. Qadınlarla kişilərin bir məclisdə olduğunu da ona Şahbaz demişdi və o 16 yaşlı saf bir qız olduğu üçün öz nişanlısını qısqanırdı. Hatəmxan ağa obrazına baxdıqda, Hatəmxan ağa obrazı əsərdəki hadisələrin cərəyan etdiyi Təklə Muğanlı obasının mülkədarı idi. Hatəmxan ağa müəyyən məhdud cəhətlərinə baxmayaraq müsbət bir obraz idi. Bunu da qeyd eləyək ki, ümumiyyətlə Hatəmxan ağanın simasında, yəni 19-cu əsrin 40-cı illərindəki inkişafa, müasiriyyə meyilli mülkədarların səciyyəvi xüsusiyyətləri ümumiləşdirilib. Hatəmxan ağa ağıllıdır, fərasətlidir, öz təsərrüfatını bacarıqla idarə eləyir və yaxşı ailə başçısıdır. Eyni zamanda qonaqpərvərdir. Çünki o Monsieur Jordanla davranışı, onu evində qonaq eləməsi elə buna böyük bir işarə idi. Ümumiyyətlə bu əsərdə dramaturq Hatəmxan ağanın simasında 19-cu əsrin 40-cı illərindəki inkişafa, müasiriyyə meyilli mülkədarların səciyyəvi xüsusiyyətini ümumiləşdirib. Dediyimiz kimi Hatəmxan ağa ağıllı idi, fərasətli idi, öz təsərrüfatını bacarıqla idarə eləyirdi, yaxşı ailə başçısı idi, qonaqpərvərdir, müasirliyə, təhsilə meyillidir. Çünki o qardaşı oğlu Şahbaz bəyə ərəb, fars, rus dillərində savad vermişdi. Lakin buna baxmayaraq köhnə dədə-baba qaydaları ilə də yaşayırdı. Onun dünyəvi elmlər, xüsusən Avropa ölkələri haqqında təsəvvürü azdır. Onu biz onun nitqindən də görürük. Hatəmxan ağa belə düşünürdü ki, fransız xalqının həyat tərzini, mədəniyyətini öyrənmək üçün Fransada yaşamaq vacib deyil və bunun üçün Monsieur Jordanın dinləmək kifayətdir. Orada Hatəmxan ağa fransızlarla Azərbaycanlıları müqayisə edir və onun müqayisəsinə əsasən deyir ki, bizdə hər adət və xasiyyət var ki, əksi Paris əhlindədir. Məsələn, deyir, biz əlimizə həna qoyuruq, frənklər qoymazlar. Biz başımızı qırxırıq, onlar başlarına türk qoyarlar. Biz papaqla oturarıq, onlar başı açıq oturarlar. Biz başmaq geyərik, onlar çəkmə geyərlər. Biz əlimizlə xörək yeyərik, onlar qaşıqla yeyərlər. Biz aşkara peşkeş alarıq, onlar deyir gizli alarlar. Biz hər zada inanarıq, onlar heç zada inanmazlar. Bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas. Yəni artıq bu belə deyək də müqayisəsindən Hatəmxan ağanın
hər nə qədər müsbət surəti olsa da, hər nə qədər qonaqpərvər, müasirliyə, təhsilə meylli olduğunu görsək də, o köhnə dədə-baba qaydaları ilə yaşadığını, biraz məhdud düşüncəli biri olduğunu bunlardan görmək olar. Hatəm xan ağa Şahbazı Müsyo Jordanı dinlədikdən sonra dövrün, yeniliyin meylini tutan Şahbaz bəyin yolunda bir əngəl ola bilməyəcəyini, daha doğrusu, yeniliyin, gələcəyin yolunda bir əngəl, mane olmağın yaxşı iş olmadığını dərk eləyir. Şəhrabanu xandan fərqli olaraq Hatəm xan ağanı başa salmaq, inandırmaq olur. Yəni, belə deyək də, amma onun bu hərəkətləri, yəni Şahbaz bəyə dəstək olması artıq Şəhrabanu xanımı, daha doğrusu, Şəhrabanu xanımı elə, yəni həyat yoldaşını çox qıcıqlandırır və deyir ki, nə olur olsun, mən imkan verməyəcəm ki, Şahbaz bəy çıxıb getsin və həqiqətən də nəticəsi elə qadının dediyi kimi olur. Gələk Müsyo Jordan obrazına. Müsyo Jordan necə obraz idi? Müsyo Jordan əsərdə təsvir edilən əsas hadisələrin mərkəzində dayanır. Müəllifin yenilik, elm, maarif, inkişaf idealının təmsilçisidir Müsyo Jordan obrazı. Müsyo Jordan təsvir edilən hadisələrin mərkəzində dayanmaqla eyni zamanda bunu da qeyd eləyək ki, Məsləli Şaha qarşı dayanan və Azərbaycan ədəbiyyatında ilk qərbli obrazdır Müsyo Jordan obrazı. Ədəbiyyatımıza necə düşdü? Azərbaycan ədəbiyyatında ilk qərbli obraz olaraq. O, nəbatət alimidir və Fransadan Qarabağı bu yerlərin bitki aləmini araşdırmaq üçün gəlmişdi. Qarabağda bitən otların tibbi müalicəvi əhəmiyyətini aşkar edir və müəyyənləşdirir ki, Alp dağlarında, Amerikada və Afrikada yetişdiyi güman edilən dərman bitkilərinin çoxu ilə Qarabağda mövcuduymuş. Müsyo Jordan Hatəm xan ağanın ailəsinə hörmətlə yanaşır, Şahbaz bəylə dostluq edir, onu qərb mədəniyyətini öyrənməyə həvəsləndirir və hətta özü ilə Parisə aparıb, orada qərb mədəniyyətini və fransız dilini öyrətmək istəyir. Bax, məhz bu xüsusiyyətinə görə Müsyo Jordanı bir vətənpərvər obraz kimi biz dəyərləndirə bilərik. Nəyə görə? Çünki onun Şahbaz bəyə fransız dilini və fransız adət-ənənələrini öyrətmək təşəbbüsü ilə bunu təsdiq eləyirdi. Bundan başqa, onun inqilab xəbərini eşidən kimi özünü təcili krala çatdırmaq istəkdə, bir, belə deyək də, monarxpərəst olmaqla yanaşı, həm də vətənpərvərlik və dosta sədaqət duyğuları ilə bağlı idi. Onun yəni vətənpərvər olduğunu əgər testdə filan görsək, bəli, bu doğru fikirdir. Komediyada Müsyo Jordan və Şahbaz bəy surətləri işığı, inkişafı, gələcəyi, Azərbaycana öz cin əcinələri ilə təşrif buyurmuş Məsləli Şah isə qaranlığı, köhnəliyi, ətaləti, yəni əsarəti, yalanı təmsil eləyirdi. Bunlar əks mövqedə dayansa da, yəni Məsləli Şahla Müsyo Jordanla söhbət gedir. Əks mövqedə dayansalar belə əsər boyu üzdə gəlmir, heç bir dialoqları olmur, bir-birinin ünvanına heç nə demirlər, yəni bir-birinin varlıqlarından belə xəbərsiz obrazları idi. Gələk indi Dərviş Məsləli Şah surətinə. Dərviş Məsləli Şah surəti komediyamızın satirik gülüş hədəfidir. Bu Məsləli Şah onun simasında cəmaatın avamlığından istifadə edərək onları aldadıb, pullar qazanan tüfeyllərin ümumiləşdirilmiş bir obrazı yaradılıb. Məsləli Şah hiləgərdir, fırıldaqçıdır. O, müxtəlif donlara girir. Əvvəlcə özünü hər şeyə qadir bir şəxs kimi göstərir. Sonra isə onun işi barədə heç kimə bir söz deməmək haqqında qadınlara tapşırıq verir. Çünki işinin, belə deyək də, nə qədər anormal bir fırıldaqçı olduğunun fərqindəydi. Bildirir ki, başqaları xəbər tutsa ki, onun cadusunun təsiri olmayacaq. Məsləli Şahın həqiqi siması isə öz köməkçisi Qulaməli ilə söhbətində açılır. Məsləli Şah deyirdi ki, Qulaməliyə, bu böyük xanım bu iş üçün mənə 100 təzə bacaqlı verəcəkdi, yəni pul verəcəkdi. 10 gündə cadunun əsər etməsi üçün vaxt var. Çünki o demişdi ki, bu cadunun əsər eləməsi üçün 10 gün vaxt qoyub da. Bir adam da bu sirri bilmir və bilməyəcək. Çünki demişdi ki, bunu kiməsə desən cadunun təsiri pozulacaq. Bacaqları alandan sonra əl-ayaq açıb 10 günə qədər özümü Arazın otayına sala bilərəm. Məni orada kim tapacaq? Məndən sonra hər nə olacaqsa olsun. Artıq belə deyək də, bu adamın nə qədər mənfi bir obraz olduğunu biz buradan görürük. Məsələn, Şahın başqa bir replikasında isə qadınların avamlığına istehza eləyir ki, bu qadın tayfası deyir, nə yazıq və sadəlövdür. Düşünüb daşınmadan daha doğrusu inanırlar ki, deyir, mən Qarabağda oturub Parisi bir anda alt-üst edəcəyəm və mənim mərrixim Arazın o biri tərəfində Müsyo Jordanın boynunu vura bilər. Yəni bir növ onlara, belə deyək də, lağ eləyirdi. Dramaturq Məsləli Şahın daxili mahiyyətini bu şəkildə, yəni tipi öz dili ilə ifşa eləyir və bu yolla o vaxt Azərbaycanda çox yayılmış fırıldaqçılıq, yalançılıq, hiləgərliyi inkişaf edirdi. Nəinki o vaxt bu hal-hazırki dövrümüzdə də var.
hələ də o cadugərlərə, falçılara inanan cahillər var. Yəni baxmayaraq ki, bu əsər 1850-ci illərdə yazılıb, amma 21-ci əsrə gəlib çatmışıq. Eyni problem günümüzün dövründə də var. Gələk indi qadın obrazlarına, qadın sürətlərinə. Komediyanın qadın sürətləri bunlardır: Şəhrabanu xanım, Şərəfnisə, Xanpəri və hadisələrin mahiyyətinin açılmasında elə də bir rolu olmayan Hatəmxan ağanın kiçik qızı olan Gülçöhrə. Bu qadınlar, təbii ki, Gülçöhrə burada istisnadır. Gülüş hədəfi olmaqlarına baxmayaraq, müəllif onlara rəğbət bəsləyir, onların mənəvi keyfiyyətlərini, daxili saflıqlarını tənqid edir. Ümumiyyətlə yadımızda qalsın. Axundovun heç bir dram əsərində, yəni komediyasında, dramaturgiya sahəsində olan əsərində heç birində qadınların mənfi obraz olaraq verməyib. Qadınlar yumoristik gülüş hədəfi olsa da satirik gülüş hədəfinə çevrilməyib. Qadınlar mənfi planda verilməyib onun heç bir əsərində. Təmiz ürəkli, sadəlöv bir qız olan Şərəfnisə dərin məhəbbətlə sevdiyinə görə Şahbaz bəy bərk qısqanır. O, nişanlısının qızlarla oğlanların bir məclisdə oturduğu, rəqs elədiyi Paris şəhərinə getmək istədiyini bildikdə istirab çəkir və ağlayır. Çünki elə Şahbaz bəy özü ona qızlarla, kişilərlə qadınların bir məclisdə olduğu, qadınların başı açıq olduğu şəkilləri göstərmişdi və bunu biləndə Şərəfnisə xanım Şahbaz bəy bərk qısqanır və onun getməyinə belə deyək də, getmək niyyətinə qarşı çıxır. Hətta ona deyir ki, getmək istəyirsənsə Tiflisə get. Ən azından bizdən Tiflisə adam gedir, adam gəlir. Ora əlimiz çatacaq, ünümüz yetəcək, səndən xəbər ala biləcəyik. Deyir, Parisdə bizim kimimiz var axı sən ora gedirsən. Hətta deyir ki, sənin mənə göstərdiyi şəkilləri mən abrımdan anama hələ göstərməmişəm. Yəni o öz nişanlısını çox qısqanırdı. Güya Şahbaz bəy firəng qızlarının havasına yellənib uçur. Əslində isə Şərəfnisə qərbi daha yaxından tanımaq, şöhrətlənmək və ucalmaq, canişinlikdə vəzifə tutmaq istəyən Şahbaz bəyin istək və arzularını görə bilmir. Düşünürəm ki, bu təbii ki, normaldır. Çünki o 16 yaşlı, saf bir qız idi. Şəhrabanu xanım da sadə, açıq ürəkli, lakin avam bir qadındır. Anasından söhbət gedir. Baxmayaraq ki, onun anası əsərdə hiqqəli, öz mənəm deyən, dediyini də eləyən, nəticə çünki onun istəyinə yekunlaşır. Belə bir qadın olsa belə, o daxilən saf və təmizdir. Nəyə görə? Çünki qızının istirablarına dözə bilmir və bu təbiidir. Çünki o ana idi. Qızının ağladığını görür və təbii olaraq ana instinktidir və qızının ağlamasına reaksiya verir. Buna görə də Şahbaz bəyin Qarabağdan çıxmasına razı ola bilmir. Ancaq Şəhrabanu xanım qızı Şərəfnisə kimi gözyaşı tökmür, tədbirlidir. Şahbaz bəy də məsələnin məğzini öyrənib əri Hatəmxan ağaya bildirir və ondan Şahbaz bəyin başına ağıl qoymağı tələb edir. Ərinin qətiyyətsizliyini gördükdə isə özü fəaliyyətə başlayır və belə axırda elə olur ki, öz niyyətinə də nail olur. Komediyada qadınların gülüş doğuran xüsusiyyəti Şahbaz bəyi səfərdən saxlamaq niyyətlərində reallaşır. Onlar Məstəri Şahın yalan cadularına aldanaraq Parisin dağılacağına inanırlar. Sanki birdən-birə onların ümidi reallaşır. Şahbaz bəyin Paris dağıldığına və inqilab baş verdiyinə görə Parisə gedə bilməyəcəyi artıq o qadınları sevindirir. Beləliklə də qadınların öz qələbələri arxasındakı məğlubiyyətlərini görə bilməmələri nəyə görə? Çünki qadınlar elə bilirdi ki, həqiqətən də o belə deyək də cadu əsər eləmişdi. Ona görə oğlan gedə bilmirdi, Şahbaz gedə bilmirdi, amma təbii ki, belə deyildi. Aldandıqlarını dərk edə bilməmələri pyesin gülüş doğuran mahiyyətini təşkil edir, amma dediyimiz kimi bu əsərdə qadın obrazlar, yəni qadınlar yumoristik gülüş hədəfi idilər. Amma Dərviş Məstəli Şah satirik gülüş hədəfi idi. Yəni bunlar arasında bu fərq var. Ümumiyyətlə əsərimiz, komediyamız ciddi bədii xüsusiyyətlərə malik bir əsərdir. Əsərin belə deyək də, oxucuları intizarda saxlayan dramatik süjeti, yığcam kompozisiya vardı. Əsər kompozisiyası vardı. Yuxarıda təhlil hissəsində də qeyd etdiyimiz kimi əsər 4 məclisdən ibarətdir. Və bu komediyada surətlərin xarakterləri, əhvalatların tədrici belə deyək, bir inkişaf prosesində açılır. Əsərin dili canlıdır, koloritlidir. Dramatik surətləri bir-birindən, onların nitqi, danışığı vasitəsilə fərqləndirir. Komediyada dramatik növün xüsusiyyətlərinə uyğun olaraq bədii nitqi, dialoq və remarka tiplərindən istifadə olunub. Ümumiyyətlə, komediya yazılandan az sonra dramaturqun özü tərəfindən rus dilinə də tərcümə edilib. Hissə müəyyən bir qəzetlərdə çap olunub. Bunu da qeyd edeyim ki, bu komediya əsasında xalq yazıçımız olan Elçin bu əsərin motivləri əsasında ssenari yazıb və Dərviş Parisi partladır adlı filmdə